Oo, hoş gəlmisiniz. Belə giriş eləmək istəməzdim. Amma təbii ki də işıqlar söndü. Burada şeydə video qoyacağım, baxarsınız. 2 dəqiqə çəkirdik, tam heç girmişdik ki. İşıqlar söndü. Biz də bu parkurun bitirməyə çalışacağıq. Part 1, part 2 falan ediyoruz. Elə devam ediyoruz. Ben bu parkuru bitirmemişim hələ ki. Işıqlar sönmüşkən sizdən yoxlamaq istəyirəm. Dəli kimi yaxşı yağır. Kürdəmirdə. Ay. Ya. Dostlar bir de yorumlarda zəhmət olmasa mənə qəşəng bir dənə hassasiyyət ayarı verin. Çünki qalmışam 200, genel 200, ondan başqa hamısı. Of. Yalçın bir de kanal açmış. Deyəsən mən ketmə çalışır. Böyle bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? Böyle bir şey tarihte var mı ya? Böyle bir şey yok ki. Böyle bir şey yok ki abi. Ya böyle bir şey olabilir mi ya? Deyəsən mən ketmə çalışır. Bu şey oldu. Ben güvenmişsem işte. Yalçın Ronaldo. Elə ki Ronaldo Mr. keçmə çalışır. Elə bir şeydi. Ay. Kaçma tuşu takıldı. Ay. Qorxdum Xəstə. Bu test qutarsın belki bir tane de xəritəyə göz atarıq. Baxarıq yəni. Bildiğiniz gibi ben parkur prosuyum. Oy. Hava var ya. Öf. Öf. Ya bekle. Ya pencereyi kapattım da. Baklatmayayım. Ben de Türkçe azıcık baka kaldım. Falan filan. Deli kimi hava var. Deli. Biz elə onsuz da test dönəndir. Havaya baxmayarıq. Çox isti olanda da söndürürlər, nə bilim. Çox soyuq olanda da, şiddətli yağış olanda da. Hava süper olanda da söndürür. Niyə? Bu təsislə nəsə iş yaparmaq lazımdır. Bax. Azər işıq. Bu videoya baxırsansa elektriği düzelt. Ben burada baş beynimi xarab edemem. Bütün əhali şikayətçidir. Nömrənizi tapır o da ki. Deyər, nə bilim edər. Ne diyorsun abla? Ya. Jerry'nin sözlerine kaldım ben. Falan ne kadar var. Biz tıpkı yerini kurtarmışız. Bir gramlık yer kurtar. Buradan hara. Ya Allah. Yapamadık. Başaramadık abi. Həmişə ben belə getmək zorundayım.
Simetrik. Bugünkü onun da son bölümü oldu. Sezon finali yani. Çoxuz bilər, çoxuz bilməz bilmirəm. Güllərlə günahlara baxırdım. Bəziləri qız kinosu deyir ama şeydir. Oğlan üçün də əla kino. O qədər deyim sizə. Ah. On kanal, gerçek kanalda abone olun. Zarafatsız. Keçərsə keçsin, alın intihar ilə keçib deyəcəm lap yaxşı. Bizim sinifdə bir dənə oğlan var. Fifi oynayır, qıcıq deyə. Adam vermək istəmirəm. Nağarır elə. Nə bilim. Oyun girmişik 2 ay əvvəl. VS atmışıq. Durup söhbətini edir. Deyir nə bilim bot. Bot ağzı genel, bot epik nə bilim nə. 2 ay əvvəldə də mən. Mən təbii ki də adım şeydə üstündən düz deyəsən indi 7 ay falan keçib. Durup da var. Bir dəfə mənə udub deyə. Durup söhbətini edir. Deyir nə bilim botsan, bot. İndi bu vaxtlar ona VS girdik. Bir-birə qalmışıq. Deyir yenə botsan. Deyir indi mən buna nə var? Mən buraya geçemiyorum. Arada bağıra bilərəm, bağışlayayım. Xodun ona görə alın. Her şey hayal ürünüdür. Oyundur sadece. Burada parkuru çekmeye çalışıyorum. Başka hiç ne. Mr. Beast'in yeni videosu var. Bu arada. Bir şey üzülüyorum da. Kaldım bile. Bir şey yazığım gelir. Çok şeyde bazı YouTube kanallarını banlayıp yarım milyar abone olup bir de 500 milyon halal olsun dedi. Elə o axırıncı videosuna baxın görərsiniz təzə plaket veriblər. Bir qəşəngdir. Durup şeydə 100 bin abone plaket yoktu ki. 10 neydi adı? Ortasındaki ne bileyim neydi işte ne bilmirəm. Şöyle kapılan şey var. Az şeyde pəvət şey var. Ne zordu. Mən elə 100 min dörəm. Mən elə 1000 dörəm, 100 dörəm. Durup şeyde 500 milyon söhbətini. Abone olun da biz belki bir gün keçərik belki. Fikirləşmirəm. Azərbaycanlı YouTuberlarına çox da baxan yoxdur. Azərbaycanda mənə görə birinci olan kanal Kən Həyatıdır. Çünki 8 milyon abonəsi. O da 100% bütün qadınlar şeydə abone olub. Qadınlar 8 milyon demək ki, Kən Həyatına baxın nə deyir. Ya kəsmir ya. Az qaldı ya mən başda. Parkur bitəcək. Bir də hassasiyyət ayarı ver. No. Bu video bir də ışıq sönəndə görüm editləyə bilsən. Bilirsiniz mən arada editləyirəm. Keyfimə görə uzun videolar. Ayağımda düştü be. Oy. Anam oy. Yüreğim kalp krizi geçiyor. Yüreğim diyorum diye 5 saniye. Oh.
Dəli kimi yağış yağır. Heç fikirləşmirdim. Bir də var. Səhər kinoya qoşmuşduq. Hə. O vaxt nə oldu sizdə? Işıqlar söndü. Vay bunun işinə. Təbii ki sonradan yandı. Bədbəxt. Bugün deyəsə 2 nəfər işıqlar söndü. Bir dəfə neydi? Bir dənə küləyə sildi. Salam aleyküm bacı. Vay bir gün bir dənə küləyə sildi küləmdə. Aha. Küləyə sildi bir dənə. Düz 7 gün 5 gün nə bilim ışıqlar abartmayayım. Təxminən 2 gün, 3 gün, 5 gün falan olar. İşıqlar söndü. Rekor indi oradadır. Görək qıra biləcəyimi rekoru. Arada əlim mikrofonu tuturam deyə səs gəlməyə bilər, bağışlayın. Çünki mən sadəcə bir dənə telefon, başqa bir şey yox. Bir dənə telefonla. Bir dənə telefonla çəkirəm, inanırsınız. Ya. Kike hesabım var bu arada. Kicik yazılır. Onu da belki açıklamaya koydum. Belki orada yaxın vaxtlarda videolar çəkməyə başlayacağım. Mən henüz kanalımı çəkdirəm. Nətər şey deyəcəm, çatdıracağım. Bir də canlı yayın açmağa çalışmışdım. Bəziləri görə. Vay bu Allah'ın işine. Gah bayan aslan kimi zənglər, yadlar, öf. Bezdirdi məni. Ya. Ay. Dünyada en axırıncı istədiyim şey video çəkdiyim yerdə telefonu götürülməsi və ya telefona zəng gəlməsi. Ondan betər heç də. Bir də hava. Videonun axırda bəlkə görürsən. Dəli kimi. Deməli dostlar, bəlkə də Kürdəmirdə bir-iki gün ışıqlar yanmıyor bilər. Kurtaracağım, yaz qalıb ki. Nə qalıb ki? Free Fire yaratıcısı bilmeyenler için diyeyim Çinliymiş. Bir defa oynamaya çalışmıştım hele. Bura beterdi da. 3 metre kullanma. Yok ya. Bak taktik diye bu. Ay. Böyle eləsəm. Olmadı. Uzundan edeyim de ne? Daha məntiq. Dostlar her neyse. Burada video bitirme. Her neyse burada video bitirim. Her neyse bu video burada bitirim. Part 2'sini çekerim. Buraya kurtarırım. Sağ olun dostlar. Yeni videolarla görüşmek üzere. Bye bye.